Barakallahu fikum, çalışmaq lazımdır ki, günahların kisiyindən və böyüyündən əl çəkmək. Bu ay fürsətdir. Xoş o insanların halına ki, öz üzərlərində çalışacaqlar, öz nəfsləri ilə təkbətək qaldıqda Allaha dua edəcəklər ki, Allahım, yardım elə mənə, ya Rabbi. Allahım, mənə yardım et, nəfsimlə təkbətək qaldıqda, ya Rabbi, nəfsim mənə pisliklər əmr edir. Mənə yardım et ki, ya Rabbi, mən günahlardan əl çəkim. İstərsə böyüyündən, istərsə kisiyindən, istərsə gizlidə olanda, istərsə nədir? Aşkarda olanda. Vallahi, günahların insanın həyatında böyük təsiri var. Günahlara görə Allah subhanahu wa ta'ala neçə qövmləri məhv edib. Allah subhanahu wa ta'ala yerlə yeksan edib günahlara görə. Bilirsiniz, Lut aleyhisselamın qıssasını, Lut aleyhisselamın qövmünə gələn bəlanı. Bir dənə günah idi, subhanallah. Bir günah. Yəni Allahın haram etdiyi əməli işləyirdilər. Allah subhanahu wa ta'ala onlara elə bir əzab göndərdi ki, subhanallah, təfsirlərdə keçir ki, mələklər, həmin o məntəqəni, Lut aleyhisselamın qövmünü, hansı ki o pis işi görənlər, pis iş sahiblərini, Allah subhanahu wa ta'ala'nın əzəmətli mələkləri, hansı ki onlar Allahın əmirlərini yerinə yetirirlər, Allaha heç vaxt asi olmurlar. Onlar, həmin o mələklər qənədləri ilə həmin o məmləkəti qalxızmışlar göyə. Subhanallah. Göyə qalxızdılar. Hətta təfsirlərdə keçir ki, bəzi müfəssirlər deyir ki, onların deyir, mələklər itlərinin deyir, nədir? Səslərini göydə eşidirdilər. İtlərinin cingiltilərinin səsini göydə eşidirdilər. Subhanallah. Oradan onları ağzı üstə çevirdilər. Bununla bitmədi. Fikir verin, Allah subhanahu ta'ala həmin o məmləkəti qalxızıb göyə, mələklər Allahın izni ilə, oradan nədir? Ağzı üstə çevirib aşağı. Nədir? Ağzı üstə çevirib aşağı. Yerlə yeksan eləyib onları. Və amtarna aleyhim hicaran. Sonra bununla bitmir, fikir verirsiniz. Onların üzərinə göydən daş yağdırdıq. Allahu akbar. Daş. Fikir verirsiniz, daşlarla. Yəni, onlar qalxıblar göyə, oradan aşağı eniblər. Onlar da bitməyib. Üstlərinə daş yağıb. Göydən daş yağıb, yağış kimi. Subhanallah. Bir günahın nəticəsidir bu. Ona görə günahlardan uzaq durmaq lazımdır. Ona görə Allaha tövbə etmək lazımdır. Allaha dönmək lazımdır. Allaha qayıtmaq lazımdır. Günahlar Allah korusun çox təhlükəlidir. Həm də ki, fikirləşmək lazımdır ki, biz elə bir aydayıq ki, bu ay məğfirət ayıdır, bağışlanma ayıdır. Bu ay fürsət. Vallahi ki, heç kim fikirləşməsin ki, bu aydan sonra yenə Allaha dönərəm, Allaha qayıdaram. Bəli, bütün aylarda Allaha qayıtmaq olur. Lakin bu ay kimi fürsət ayı yoxdur.